Salam, hər vaxtınız xeyir olsun. Masallı rayon Qaçımlı kəndindən İsrat qardaşın sifarişi ilə yığıb hazırladığım toxçoban çəkim paylaşım. Müştərimiz həm özü görsün, həm də digər müştərilərimiz görsün. İsrat qardaş, belə bir ekran yerləşdirmişəm. Yəni bu ekran nə üçündür? Sahədə bilmək istəyirsinizsə, zərərkası var və yaxud yoxdur, onu bilmək üçün yerləşdirmişəm. Misal üçün bu 12,2 voltdur, düzdür? Bu yenisə aşağı, məsələn 11 volt olursa, 10 volt olursa, 9 volt olursa, 8 volt olursa, gətirib belə bir adapter var, üstündə verəcəm. Bu adapterin köməkliyi ilə bu qaydada bir işləyib düzəltmişəm. Taxtınız yaşlı işığı yanır. Gərginliyə qoşanda qırmızı olur. Batarka yenidən dolanda, yəni zərərkasını istədiyi qədər götürəndə bu yenə yaşıl rəngə çevrilir. Bu yuxarıdakı düymə bu qaydada vuranda mal üçün olur. Mal tüysüz olduğu üçün zəhər xod təşkil. Aşağıdakı düymə qoyun üçündür. Yəni sizdə əgər maldırsa bir dənə bu düyməni vurursunuz, yox əgər qoyundursa həm bu düyməni vurursunuz, həm bu düyməni vurursunuz. İkisini də vurursunuz. Qoyun tüylü olduğu üçün mütləq gərək ikisini də vurasınız. Çünki qoyun tükü biraz qalın olduğu üçün tok gərək biraz ona gec təsir edir də, ona görə gərək bu qədər ola tok. Bu da nəm havarda istifadə eləməkdə ötə. Yəni yağışlı havarda 0-da qalır, quru havarda 1-də qalır. İçərisində bir dənə göstərim qardaş. Bax bu qaydada yığıb hazırlamışam. Heç bir şey, yəni buradan işlənmiş istifadə olunmuyor. Hər bir xırda detalına kimi təzəsi yerləşdirmişəm. Xeyirli uğurlu olsun qardaş. İnşallah sabahlarım yola salacağım, gəlsin.